Həftəlik bürclər, qoçlar, şirlər, oxatanları 13 oktyabrdan 20 oktyabra doğru nələr gözləyir? Birinci qoçlara gələndə qoçlar pul maddiyyat baxımından bölgünüzü istədiyiniz kimi apara bilməyəcəksiniz. Kimlərə borclusunuzsa, kimlərlə pul alğı-satqısı mübadiləsi edirsinizsə çox diqqətli olmalısınız. Çünki bu həftə o qədər belə deyim də öz olduğunuz mühitdə istədiyiniz kimi gücü, istədiyiniz kimi özgüvən əldə edə bilməyəcəksiniz deyə qərarsızlığınız zaman çərçivəsinə doğru daxili təklifinizdən çıxmağınız biraz çətin olacaq. Bu həftə həqiqi mənada qoçlar pulla, maddiyyatla bağlı problemlərin aktivləşəcəyi, pulla, maddiyyatla bağlı narahatçılıqlarımızın güclənəcəyi bir həftədir. Həftə qorxulu həftə deyil. Sadəcə pul olaraq, maddiyyat olaraq nə istədiyinizi, hansı yönə yönəldiyinizi, hansı istiqamətdə özünüzü aktivləşdirəcəyinizi zaman çərçivəsinə doğru biraz zəif şəkildə aktivləşdirəcəksiniz. Bu həftə qərar verməz. Olduğunuz yeri iş olaraq, olduğunuz evi yaşayış olaraq zamana doğru dəyişməlisiniz. Çünki şans bu həftə elə gözəl gələcək. Düzdür, israf etməyə ehtiyac yoxdur, amma mühitinizi, gələcəyinizin planını, yer dəyişməsini indidən deyir, aktivləşdirməlisiniz. Beyninizi və düşüncələrinizi stabilləşdirə bilsəz, ayın 14-dən sonra, 14-15-dən sonra tam olaraq həyatınızda necə yaşayacağınızı, hansı istiqamətə gedəcəyinizi plan olaraq gücləndirəcəksiniz. Sağlamlıqla əlaqədar olaraq zaten bədəninizin halsız enerjisi var. Çünki elə bir ya yuxunuz, ya da ki, bədən enerjiləriniz normal vəziyyətdə deyil. Bunları stabilləşdirməz. Ümumi dəyərləndirsək 69-75% qədər həftənizi uğurlu edə bilərsiniz. Şirlərə gələndə isə şirlər bu həftə bayağı bir şəkildə acımasız olacaqsınız. Yəni bu həftə şir qadınlar da, şir kişilər də özlərini kişi kimi aparacaqlar. Yəni öz mənfəətləri üçün, öz istəkləri üçün, öz aqressivliklərini işə salacaqlar. Həftənin sonlarına doğru maddisal israfınız aktivləşə bilər. Həftənin sonlarına doğru pul maddiyyatla bağlı kimlərinsə sizə ehtiyacı ola bilər. Düzdür, bu cəhətdən biraz qəddar olmağınıza baxmayaraq bəzən insanlara yardım əlinizi uzatmalısınız. Bu həftənin sonlarına doğru belə deyim də çoxdan yarımçıq qalmış bir probleminiz, keçmişin yarımçıq qalmış problemi sizə doğru gələcək. Sizin hansısa bir məqamda beyin olaraq, düşüncə olaraq dayanmağınıza, dərin düşüncəyə qərq olmağınıza səbəb ola bilər. Ümumi həftə narahat həftə deyil. Şəxsi ailə həyatına əlaqədar olaraq ətrafınızda insanlar çoxdur. Topluluğu öz ətrafınıza yığmağa bacarmış şirlər. Amma məncə biraz bunları azaltmaq lazım. Çünki insanların enerjiləri qılıncları dalbadal gətirsə, qılınclar düşüncələrin, fikirlərin aktivləşməsi və kaşa vəziyyəti, yarımçıqlığın güclənməsi deməkdir. Şirlər maddisal sferə baxımından narazıçılığınız, yetməməzliyiniz olmasına baxmayaraq iş, pul, maddiyyat olaraq özünüzü gücləndirə bilərsiniz. Ayın 17-sindən sonra şans sizə doğru gələcək. Həftəlik dəyərləndirmə 77-76% qədər həftənizi uğurlu edə bilərsiniz. Sinirsel bədənin bərkimiş vəziyyəti narahat edicidir. Ciddi bir şəkildə narahatçılıqlar var. Çanaq sistemində və onurğan aşağı sistemində narahatçılıqlar həddən artıq çox düşürlər. Bunları düzəltməlisiniz. Oxatanlara gələndə isə oxatanlar çox ehtiyatlı olursunuz. Həftənin 3-cü gündən sonra sizin həyatınızda bir oyun başlayır, bir şahmatın içərisinə düşürsünüz. Piyadasız, atsız, vəzirsiz, şahsız bunu özünüz seçəcəksiniz. Çünki sizin ətrafınızda bir oyun olduğunu, sizə qarşı bir oyunun qurulduğunu hiss edəcəksiniz. Çox-çox ehtiyatlı olsunuz. Bu həftə bir udar almalısınız. Həmin udar nəticəsində insanları sizi görmədiyi tərəf aqressiv, əsəbi tərəfiniz olacaq. Bu həftə özlüyünüzə çox götür-qoy eləməlisiniz. Hər şeyi dərin şəkildə düşünməlisiniz. Hər şeyi özünüzə doğru aktivləşdirməlisiniz. Çünki dayanmış bir vəziyyətiniz, beyninizdə olan düşüncələrin, fikirlərin yarımçılığı sizi yora bilər. Bu həftə xəyanətə uğraya bilərsiniz. Bu həftə insanların sizə qarşı gözləmədiyi şəkildə quyuları olacaq ki, bu quyulardan çıxmaq üçün özünüzü aktivləşdirməyə çalışacaqsınız. Amma biraz aktivləşdirməyiniz çətin məsələdir. Ümumi dəyərləndirsək, oxatanlar həftə biraz kritik həftə olacaq sizə. Və insanların baxışlarına, insanın hərəkətlərinə, danışıqlarına çox ciddi nəzarət etməlisiniz. Ümumi həftəni dəyərləndirsək 65-64% qədər həftəniz uğurlu ola bilər. Çünki bu həftə özünüzün belə deyim də ətrafa sübut etmə zamanınızdır. Özünüzün nəyə qadir olduğunu bu həftə insanlara göstərməlisiniz. İnsanlar nədənsə sizi zamanına doğru zəif halqa olaraq göstərir. Bu isə normal deyil. Yediyiniz, içdiyiniz şeylərə fikir verirsiniz. Mədə-bağırsaq sistemində reaksiya verici bir nüans olacaq. Çünki normaldan çox mədə-bağırsağın yüklənməsi. Qida borumuzda faringit, asma, nə problemləriniz varsa, xoşuma gəlməyən, qulaq sisteminizdə sıxıntılar, səslərin aktivləşməsi sizin bədənsal enerjilərinizin normal vəziyyətdə olmadığını bayağı aktiv şəkildə göstərir. Bunlara fikir verməlisiniz oxatanlar.